Herkese salam, kanalıma xoş gəlmisiniz. Məni soruşsanız, mən də şükür yaxşıyam, hər şey yaxşıdır. İnşallah ki, sizlər də yaxşı olarsınız. Mən 2 gündür ki, başım qarışıqdır qonaqlığa. Elə ora gedirəm, bura gedirəm, həkimə gedirəm, o yana, bu yana. Axır yəni qızlar, evdə oturub bu vloqu montajlamağa heç cür vaxtım olmurdu. Axırı bu günləri o gündür. Getmişdi yoldaşımın xalası gilə. Düşbərə qonaqlığı verirdilər. Bilirsiniz ki, mənim yoldaşım ki, Bakılıdılar. Onlar Bakı düşbərəsi yəni hazırlayır. Yəni düşbərə məşhur yeməklərdir onların. Onlara görə biz də getdik ora. Heç nə. Oturduq, yedik, içdik, danışdıq, güldük. Maraqlı bir gün keçdi. Mən sözün açığı yoldaşım yəni tərəfdə heç zaman gedəndə darıxmıram. Çünki çox şəndilər, zarafatçılıdırlar. O tərəf həqiqətən yəni hər bir ara-aralıqda münasibətim yaxşıdır hamısına. Xalalarımız olsun, yəni və yaxud da qızlar olsun, hamısına münasibətimiz çox yaxşıdır. Bir sözlə dedik, güldük, danışdıq, hər şey maraqlı idi, hər şey yəni inanırsınız durmaq istəmirdi da o dərəcə. Belə Allah hər kəsin süfrəsini açıq eləsin, hər kəsin evini qonaqlı qarlı eləsin. Biz də onların içində qonaqsız bir günümüz olmasın. Həqiqətən yəni evin şənliyi qonaqdır məncə. Belə qızlar, burada da yoldaşımın bir xalası var, onun nəvəsi var. Nəvələrinin, yəni nəvəsinə daha doğrusu belə bir paket alıb, yəni bağlayıb yığmışdı, özü yığmışdı. Biz də bilirsiniz, keçən dəfə çəkiliş etmişdim, qutumutu. Bu qutumutu artıq bizdə mod düşüb. Kim görür ora gedir. Çox qəşəng şeylər var orada. Bu da onun nəvəsi üçün belə gedib alıb yığmışdı. Belə şirin-şirin, minnaq-minnaq şeylər idi. Mən də dedim ki, onları sizlərlə paylaşım. İnşallah bütün qızlara, belə övladlarına belə gözəl-gözəl, minnaq şeylərdən almaq nəsib olsun. Bunu da çəkdim ki, yəni birdən kimsə əgər övladına falan nəsə belə bir şeylər istəsə, yəni burada belə bir şeylər də var. Ona görə dedim çəkim də sizlər üçün. Bunlar rezin idi, zajimlər idi. Bu isə güzgüdür. Güzgüsü və darağıdır. Çox şirindilər. Yəni dəhşət şirindir də. Burada isə sonra belə qələm idi deyəsən bu. Başlarında belə şirin smayliklər var. Yəni çox maraqlı bir şeydir, amma bildim ki, yəni plastring, belə plamaster, daha doğrusu plamaster idi deyəsən. Nəsə bilmirəm, rəhli bir qələm idi. Sözün açığı yadımdan çıxıb hamısı, mənim uşaq baxımından şeylərin hamısı yadımdan çıxıb ki, nədir, nə deyil. Belə bir karandaş çantasıdır. Belə karandaş qoymaq üçün qaşlokdur, belə deyim. Onun nəvəsi bağçaya gedir, amma o artıq böyüdür. Məktəbə hazırlığa kimi qədər, yəni artıq yavaş-yavaş böyüyür. Ona görə o qələm dəftəri artıq bildiyi üçün nənəsi belə alıb onun üçün. Burada da belə rezinlərdir, balaca-balaca gözlərdədir. Hərəsi bir cür fərqli-fərqlidir. Sonra belə sırayla göstərdim sizə. Bu da pozandır, pomada falan. Mən bunu pomada oxşatdım. Elə bildim ki, pomadadır. Sonra gördüm ki, yox, bu pozanıymış. Neysə, başım çıxmır qızlar. İncimin, nə yalan deyim ki, mən bilirəm belə şeylərdən çox anlayışım yoxdur. Bu da pozanıymış, amma cilimicili formadadır da hamısı. Yəni şirin-şirin qoyublar ki, uşaqlara cəlb eləsin, uşaqlara maraqlı gəlsin deyə fərqli-fərqli görünüşlərdədir hamısı. Bu isə qızlar, mən bunu başqa şey oxşatdım. Sən demə, bu yaş dəsmalıymış. Belə balaca paketlərdə kim məsəl üçün övladını məktəbə göndərən və yaxud da bağçaya göndərən lazım olsa, yəni belə sırf orada, yəni belə şey də var, çox gözəldir. Mən bu düşünürəm ki, yəni məntiqli bir şeydir. Qoy uşağının çantasını orada belə öz üçün açıb götürsün. Çünki bu yəqin ki, sırf uşaq üçündür. Yəni mən baxdım orada tərkibində başqa ətirli qidalanıcı heç bir şey yoxdur. Sadəcə sırf uşaqlar üçün hazırlanıb. Belə də bir dəst idi. Pozanı, qələmi, belə kitabçası. Belə. Yəni ki, maraqlı bir şeylər. Mən çox sevdim şəxsən. Həqiqətən ki, məsəl üçün istəsə bir qohumun uşağına hədiyyəli falan, nəsə belə bir şey istəsələr düzəldə bilərlər. Qiymətlər də çox münasibdir qızlar. Təsəvvür edin ki, bunun qiyməti 7 manat idi deyəsən. Ən yəni münasib qiymətlərdir hamısı. Mən burslarında qiymətlərini dedim 1 manata, 2 manata, 3 manata. Yəni belə bir paket məsəl üçün polnu düzəldə bilərsiniz. Yəni çox da gözəl görünür. Belə, Allah hər kəsə ürəyin istədiyini almağı nəsib etsin. İkinci gün, sonra növbəti gündən qızlar, vlogda artıq bu. Növbəti gündə yoldaşımın bir xalası var. Onlar təzə köçüblər evlərinə.
Mən o evə heç getməmişəm. Yəni gələn gün heç orada olmamışam. Ona görə məni qonaq çağırmışdı. Göyə gələrsiz, oturarıq, özümüz üçün deyərik, gülərik. Bizimki ancaq yəni demək, gülməkdir də maraqlı günlər. Mən də dedim, daha qaynanam hazırlaşdı, gəldi, götürdü məni, getdik. Mən ona qədər dedim, hazırlaşım. Sözün açığı, heç qırqızıl taxmağı sevmirəm, amma çalışıram ki, harasa gedəndə ən azından qızıl üzüklərimi taxım. Çünki düşünürəm ki, bugün taxmasam nə zaman taxacağam. Amma inanın qızlar, evdə taxmağa heç belə həvəsim olmur da, yəni. Bu da mənim kombinimdir. Belə bir köynək geyindim. Altından da cins şalvar idi. Çox göstərə bilmədim sizlərə. Belə. Yoldaş qaynanam da bu arada keks pişirmişdi. Manna ilə pişirmişdi deyəsən. Onu da aldıq əlimizə, getdik, düzüldük yola. Getdik xalamız gilə. Yol üstü döndük, şirniyyatda aldıq. Burada onların elə məhəllələrində sırf ev şirniyyatları pişirən bir xanım pişirir. Yəni xalalardan içindən orada belə sırf şirniyyatlar hazırlanır. Oradan getdik, şirniyyat aldıq. Sonra qalxdıq yuxarı. Lift olmadığı üçün qızlar ayaqla qalxırıq. Belə çox yemək süfrəsini falan qızlar çəkməmişəm. Yəni nə yeməyini çox çəkiliş etmədim. Çünki gedirəm ora, istəmirəm hər dəqiqə telefon əlimdə oturum, onları da çəkim, narahat eləyim. Ona görə belə, burada belə bir ev tur elədim balaca sizlər üçün. Bizim xalamızın evidir. İnşallah ki, tezliklə oğluna toy qismət olar. O da qaynana olar inşallah. Belə, burada da mən qızlar mənzərəni dedim, biraz sizlər üçün çəkim. O qədər gözəl mənzərəyə baxır ki, evlərinin pəncərəsi. Yəni, mən çox bəyəndim şəxsən. Ona görə dedim, sizləri də çəkeyim. Hətta post olaraq şəkil də qoymuşdum. Çox gözəldir. İnsan baxanda ruhu sakitləşir. Düzdür, maşınların səsi narahat eləsə də, amma belə görünüş olaraq yaxşıdır. Sonra isə qızlar gəldik evə. Axşam idi artıq. Burada mən keçən dəfə demişdim ki, gül düzəltdiyimi paylaşacağım sizlərlə, amma paylaşa bilməmişdim. Bunu qızlar, bu ağ rəngi mən baldızım üçün düzəldirəm. İnşallah ki, ana olsun sağlıqla. Sağ-salamat, onda onun üçün aparacağım. Mən ona bir dəfə qızıl, yəni qırmızı rəng düzəltmişdim ad günündə. Onu da heç vlog çəkmirdim. Onda onu aparmışam, hələ də onu saxlayır. Otağına qoyub çox xoş gəlir. O vaxt mənə demişdi ki, kaş ağ rəng olardı. Çünki ağ rəng xoşlayır deyəsən ona görə. Ona görə ağlımda qalmışdı. Mən də dedim ki, elə fürsət bu fürsətdir. Qoy ağ rəngi düzəldim, aparım. İndi yəqin ki, onu da saxlayar. Belə, həm qız üçün, həm də öz üçün düzəldirəm. İnşallah ki, bəyənərlər. Sizlərə dedim ki, sizlərlə də çəkim. Qızlar, baxın, belə bir kartçıqa lazımdır sizə. Bu Bakı kartlar yəqin ki, hər kəsin evində var. Adi Bakı kartında, yəni kartından istifadə eləmək olar. Sonra onu belə iki tərəfindən kəsirsiniz. Kəsdikdən sonra iki ölçüdə olur. Sonra mən şamı daha rahat olur şamdan etmək. Şamı sonra belə yandırıram. Onun qıraqlarını ilk öncə o süzülür axı kəsiləndə lent olduğu üçün. İlk öncə onun qıraqlarını bərk edirəm. Sonra isə qıraqlarından iki tərəfli bükürəm. Ondan sonra da şamla belə yapışdırıram isti ilə. Sonra da ən sonunda super kley ilə, yəni tapanca kley ilə istifadə edirəm.
Belə qızlar, qıraqlarının hamısını bir-bir, yəni düzəldirəm ki, tarazlayıram ki, yəni qopması olmasın da, süzülməsin, belə deyim. İpləri çünki bir-bir çıxır, elə olsa daha çox piskinə düşər. Sonra belə kənarından iki tərəfli bükürəm. İndi nə qədər bacardım, o qədər göstərəcəm sizlərə. İnşallah ki də bəyənərsiniz. Yəni kim eləmək istəsə, əslində bu işə qızlar, bilirsiniz necə bir işdir bu iş. O bir söz var ya, deyirlər, bir şeyi yaşamaq, yəni görmək istəyirsənsə, onun gərək cəfasına çəkəsən. Bir sözlə bu iş çox cəfa tələb edir ki, yəni zəhmət tələb edir, səbir tələb edir. Nə isə görmək üçün təbii ki, səbir lazımdır. Və sonda gözəl nəticəni əldə etmək üçün səbir edə sən bunları edirsən. Qızlar, baxın, hələ mən indi bunu bir belə eləyib qurtarmışam. Hələ yenə də edəcəm. Tam hazır çəkməmişəm sizlərə. Bu arada qızlar, qoluma fikir verməyin. İndi elə biləcəksiniz ki, mənim estağfurullah, kimsə döyüb eləyib. Allah elə bir şey yoxdur. Sadəcə olaraq qızlar, mənim damarım çox pisdir. Hansı həkimə gedirəm, bax belə mən sonda bu gün də qayıdıram. Yəni damarıma görə iynə vuranlar, analiz götürəndə elə göyərib qolum. Belə. Burada da qızlar, gördünüz, hamısını düzmüşəm, sayılara bölmüşəm. 13 dənə, 13, yəni ayrı-ayrılıqda hamısı. Sonra belə çöp almışam. Onu da belə yerləşdirirəm. Sonra kleylə üstünə yapışdırıram. Ondan sonra belə onu kleylə şəkilli, yəni yuvarlaq şəkildə, yəni ki, üstündən gedirəm kleylə. Keçən dəfə postda paylaşmışdım. Çox izləyicilər mənə yazmışdı ki, valla sən bu işlə biznes qura bilərsən, biznes ola bilərsən. Amma qızlar, inanın ki, əslində çox istəyərəm. Çünki düşünürəm ki, YouTube-dansa belə baxanda, yəni bu iş daha sərfəlidir məncə. Amma bu iş biraz, necə deyim, yorucu bir işdir. Sözün açığı, vlog çəkmək asan bir işdir. Alırsan əlində kameranı çək. Düzdür, onun da çətin tərəfləri çoxdur. Amma bu işin çətin tərəfləri ondan da çoxdur. Çünki səbirlə onları düzəltməlisən, kəsməlisən, bir xeyli bu. İndi mən bekaram, məsəl üçün, bunu edirəm. Yəni bekarçılıqdan edirəm, belə deyim. Vaxtım yox olur ki, edirəm. Yəni birazdan sonra artıq zamanla yavaş-yavaş, indi 5 ayamı, 3 ayamı, 1 illəmi, 5 illəmi, axır yəni övladım olandan sonra bilirəm ki, mənim bu işə vaxtım olmayacaq. Ona görə də mən bu işi davam etdirmirəm. Sadəcə olaraq bir hobbi olaraq özüm üçün başımı qatıram, vaxtımı keçirirəm. Çünki bekarçılıqdır, elə bir işim olmur. Evdə adi işləri gör, bütün gün otur. Ona görə vaxt olmur qızlar. Onun üçün də belə başımı bununla qatıram ki, ən azından bir vaxtım, günüm geçsin. Belə özüm üçün düzəldirəm, sevdiklərim üçün hazırlayıram. İstəyən olsa təbii ki də hazırlayaram sevə-sevə. Mən də belə kiçik öz hədiyyəmlə belə onları xoş eləmək istəyirəm. Çünki düşünürəm ki, hədiyyə falan hamısı, pul falan həmişə var. Amma hədiyyə nəsə bir şey səndən özəl olaraq qalır, xatirə olaraq qalır. Ona görə də mən də bunu bir xatirə olaraq ona qalsın deyə düzəldirəm ki, qoyar evinin bir kənarına, baxanda məni xatırlayar inşallah. İnşallah da qızımız sağ-salamat gəlsin. Onun üçün də çoxlu-çoxlu belə bibisi güllər düzəldər. Belə qızlar, burada səsimi sonlandırıram. İnşallah ki, növbəti vloglarda görüşərik. Gülün hazır formasını yəqin ki, ya short olaraq paylaşaram, ya da növbəti vlogumda görərsiniz inşallah. Hələ ki, bu vlogu yerləşdirim. Sonra yenə də inşallah ki, vlog çəkərəm sizlər üçün. Çünki telefonum boşalsa daha yaxşı olar. Belə qızlar, özünüzə yaxşı baxın. İnşallah ki, görüşərik. Bura qədər izlədiyiniz təşəkkür edirəm. Zəhmət olmasa kanalıma dəstək olmağı, mənə dəstək olmağı unutmayın və kanalımda yenisinizsə də zəhmət olmasa abunə olun. Abunə olub mənə dəstək olan hər kəsə də indidən buradan təşəkkür edirəm. Sağ olun, var olun qızlar. Növbəti videolarda görüşmək üzrə. Hələlik.